Hello, hello əzizlərim. Hello. Neyse, anlayalım. Olivia'dan və Rozmandan kiçik alışveriş elədim. Hamısı Olivia'nın içindədir, amma Rozmandan da var. Devam edelim. Olivia'dan yalnız 2 dənə rəng aldım. Bu yaxında ayın 5-də 6 ayın məmolca osteosintez əməliyyatımın və ayağımdakı plastinaları çıxartmaq lazımdır. Əməliyyatdan qabaq yəqin ki saçım rənglərim. Bu iki renk birbirine oxşayır. Garnier'de hamısı biri 450 idi. 7.1 və 7.132. 7.1 bilirəm ki pepelina deməkdir də. Yəni ki küllülüyü çoxdur. Bunun adı Olha'da 7.132. 7.132 də natural rusudur. Bu ikisini qatıb qoyacağım. Maşallahlar olsun, mənim saçım tez uzanır. Bu bir plusdur, amma minusu da ondan ibarətdir ki mənim saçım 23 yaşımdan genetik olarak ağır. İndi isə keçək Rozmandan aldıqlarına. Mən deyim sizə dəqiq. Rozmandan düz 61 manat 39 qəpik. Hava eləmişəm. Bursundan da 10 manat 10 qəpik. Dönüşür. Hə. 5 manat 20 qəpiymiş kraskalarından. Mən 450 adımda nə bilim neyse. Bunları sizdən sonra test edəcəyik. Bir məşhur 173'dür. İndi 590 ağlıma düşüb. Bu deyirlər ki Charlotte Tilbury'nin Pillow Talk'unun cübudur. Bunu sizdən sonra biz test edərik. İndi açmaya çalışırım. Çox keçmədi, qayıtdım. Belə, valla ən çox Slavyan əsilli blogerlar bunu tərifləyir, yağ kimi yayılırlar. Mən pomadalarını sevirəm. Qəhvəyə deyəcəkdim. Çəhrə alt tonu da hətta bir qədər tozlu pəmbə deyirlər. Qrязная rozovaya tozlu, belə bir qədər çirkli çəhrə, Azərbaycanca çəhrə idi bu arada. Bunun nömrəsi 173'dür. Burada da gəlsən 005'i var məndə. Bu 003'dür. Bu əslində həm lip balmdır, həm də lip oil'dır. Amma rəngləndi. Rənginə bayıldım bunun. Bunu sizlə mütləq kombo eləməliyik və cüb olduğunu mən sizə deməliyəm. Bunu da açım gəl. Bu arada L'Oreal'ın qiyməti 20 manat 40 qəpik olmalıdır. Bu arada videonu baxmaq yox, nəsə bir şeylər aramaq üçün bura yazandan nəzərinə televiziyanın səsini azalda bilmərəm, çünki çox sevdiyim Qızılcıq şərbətini izləyirəm. Sonra çəkmək olmaz da yox. Bilirsiniz, məni sevən izləyicilər məni olduğum kimi qəbul edir, amma hər şeyi şəbədə qoyub bir man axtaranlar, valla o Qızılcıq şərbəti sizdən əzizdir. Bu rənginə. Burada tünd olmağına baxmayın ha. Dodaqda bunlar elə də tünd görünmür. Bu da çəhrayədə. Rose nəsə yazılıb, gözüm görmür. Hələ roz deməyinə elə qızıl gül rəngidir. Bu da Lifter Glow 16 manat 70 qəpikdir. Bu deyəsən Maybelline Superstay'dir. Bu da 20 manat 30 qəpik olur. Yazıqlar mağazində elə skoç deyirlər ki, çünki bizim bəziləri dəhşətdir. Bu Superstay Teddy Tintdir. Həm mat pomadadır, həm də tint kimidir. Bir də buna baxmışdım. Buralar tündür. Bu daha açıq olmalıdır, nude olmalıdır. Onun üstündə o qədər nə qədər şey var. Da dodağımı bursun çəkdiyim üçün. Nude qəhvədir. Nə şey dadı var. Belə. Mənim bugünlük kiçik alışverişim bu qədər kiçik deyib keçməyin. Bir səltənəti qoymuşam, kredit kartım kimi ödəyəcək. Bir Allah bilir. Bir də rəyimə. Allah bərəkət.